Bizi daha çox genlərimiz yoxsa ətrafımız formalaşdırır? Sualı cavablamaq üçün 11 tədqiqatda təxminən 22 min eyni yumurta əkizinin məlumatları təhlil edilib. Nəticələr Nature Human Behavior jurnalında dərc olunub. Bu, eyni yumurta əkizləri ilə bağlı bugünə qədər edilən ən böyük araşdırmadır. Tədqiqatçılar müəyyən edib ki, həyat tərzi və yaşayış şəraiti sağlam qocalmağa genlərdən daha çox təsir edir. Onlar narahatlıq, depressiya, psixotizm, nevrotiklik, autizm və digər psixi narahatlıqları həm genetik, həm də ətraf mühit təsirlənmələrindən tapıb. Aktiv həyat tərzi keçirən, pozitiv çevrəsi olan, anadan gəlmə psixi problemləri olanlar öz xəstəliklərini daha çox idarə edir və normal həyat yaşayır. Neqativ mühit isə bu xəstəlikləri daha da qabardır deyə alimlər bildirib. Tədqiqatçılar ciddi psixi sağlamlıq və ya nevroloji problemlər olan insanlar üçün xoş ətraf mühitdə yaşamağın nə qədər vacib olduğunu bildirib.